Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Bakü stüdyosundan Azerbaycan'dan haberler programıyla yine sizlerleyiz. Ben Özlem. Bugün 30 Eylül 2025 Salı. Mən də Əli. Hər kəsi salamlayıram. Ali, dün programı kapatırken Zengezur koridoru üzerinden bir laf dalaşı olduğundan, tansiyonun yine biraz yükseldiğinden bahsetmiştik. Ama bugün sanki tam tersi bir haberle başlıyoruz güne, doğru mu? Bəli, Özlem, çox doğru. Dünənki gərginliyin əksinə bugün Washingtondan çox müsbət bir xəbər gəldi. Dayaz saytının yazdığına görə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanıb. Bu, Cənubi Qafqaz üçün yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. Harika bir haber bu. Dünkü o aciz manipülasyon laflarından sonra barış anlaşmasının imzalanması inanılmaz bir gelişme. Demek ki diplomasi kapalı kapılar ardında işlemeye devam ediyormuş. Tamamilə elədir. Ümid edək ki, bu davamlı bir sülhün başlanğıcı olar. İndi isə Bakıdakı gündəlik həyata təsir edəcək bir xəbərə keçək. BBC Azərbaycanca xəbər verir ki, oktyabrın 1-dən etibarən avtobus və metroda gediş haqqı artırılıb. Ah, o bildiğimiz zam haberleri yani. Bizde de hiç eksik olmaz. Ne kadar oldu? Tarif Şurasının qərarı ilə 50 qəpikdən 60 qəpiyə qaldırılıb. Yəni təxminən 20%lik bir artım. Bir saniye. Tarif Şurası ne demek? Bizde öyle bir kurum yok sanırım. Bizdə qiymətləri tənzimləyən bir dövlət kurumudur. Məsələn, kommunal xidmətlər, nəqliyyat qiymətləri kimi məsələlərə onlar baxır. Bir növ Tarif Şurası deyə bilərik. Anladım. Fiyat belirleme kurulu gibi bir şey. 60 gepik. O da bizim kuruş gibi bir şey herhalde, değil mi? İstanbullular duymasın bizde ulaşıma böyle bir zam gelince ortalık fena karışıyor. Bəli, qəpik də sizin kuruş kimidir. Təbii ki, bu qərar burada da bir mənalı qarşılanmadı. İndi isə biraz daha ciddi mövzulara keçək. Dünən Abzas media işindən jurnalistlərin uzaq həbsxanalara göndərilməsindən danışmışdıq. Bugün o media qurumu ilə bağlı başqa bir xəbər var. Evet, hatırlıyorum, çok üzücüydü. Yeni gelişme nedir? Bu xəbərin mənbəyi Meydan TV-dir, yəni müxalif bir media orqanıdır. Həbsdə olan Abzas medianın direktoru Ülvi Həsənli 2025-ci il Václav Havel İnsan Hüquqları mükafatının finalistlarından biri olub. Vay canına. Tutuklu bir gazetecinin uluslararası bu kadar prestijli bir ödülde finalist olması hem gurur verici hem de ülkesi adına düşündürücü bir durum. Elədir, amma təəssüf ki, həbsdəki insan haqları müdafiəçiləri ilə bağlı vəziyyət mürəkkəbdir. Azadlıq Radiosunun xəbərinə görə siyasi məhbus Rüfət Səfərov məhkəmədə çox kəskin bir etiraz edib, keçmiş prokurorluq vəsiqəsini cırıb. Prokurorluk kimliğini mi yutmuş? O ne anlama geliyor Ali? Prokurorluq bizdə savcılıq deməkdir. Rüfət bəy əvvəllər müstəntiq, yəni savcı işləyib. Məhkəmədəki çıxışında siyasi səbəblərlə həbsdə olduğunu deyib və etiraz olaraq o kimliyi cıraraq bir parçasını baş prokurora göndərdiyini söyləyib. İnanılmaz cesur bir protesto. Savcılık kimliğini yırtmak. Resmen sizin adaletiniz buysa ben bu adaletin parçası değilim demek gibi bir şey. Tüylerim diken diken oldu. Bəli, çox simvolik bir hərəkətdir. Bugün həm də Azərbaycan incəsənəti üçün kədərli bir gün oldu. Əməkdar artist, tanınmış aktyor Cabir İmanov dünyasını dəyişib. Ah, başları sağ olsun. Haber metninde Şen ve Hazır Cevaplar Kulübü üyesi olduğu yazıyor. Bu bizde pek bilinmiyor. Nasıl bir şeydi bu kulüp? Bu bizdə çox məşhur bir zarafat və intellektual yarışmadır. Universitet komandaları səhnədə bir-birləri ilə humoristik formada yarışırdılar. Biz buna qısaca KVN deyirik. Cabir İmanov da Bakılı Oğlanlar komandasının ən sevilən, unudulmaz üzvlərindən biri idi. Anladım. Bir tür üniversiteler arası komedi ve zeka yarışması gibi. Çok popülermiş demek ki. Allah rahmet eylesin. Günü biraz daha pozitif bir haberle bitirelim mi? Əlbəttə. Dünən Gəncədəki MDB oyunlarından danışmışdıq. Bugün Trend Az xəbər verir ki, Gəncədə UEFA standartlarına tam uyğun, çox müasir bir stadionun tikintisi tamamlanıb. Harika. En azından günü güzel bir spor haberiyle kapatmış olduk. Ali, ağzına sağlık. Bugün de sayende hem siyasi gelişmeleri hem de Bakü'deki hayatı hem de insan hikayelerini senden dinledik. Təşəkkür edirəm Özlem. Dinləyicilərimizə də bizi dinlədikləri üçün minnətdaram. Fason Radyo'da yarın tekrar buluşmak üzere. Hoşça kalın. Fason Radyo.